Salam uşaqlar, deməli 8-ci sinif hədəf kursları 2025 sentyabr üçün buraxılış sınavını izah eləyək. Başlayaq birinci sualdan. 57-ci sual deyir ki, ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir? Deməli biz buradan A-nı, C-ni və C-ni dəqiq çıxmalıyıq. Çünki 3n ədədi n-in 3n ədədi tək də ola bilər, cüt də ola bilər. N ədədi tək də ola bilər, cüt də ola bilər. 2n ilə olan variantlara baxmalıyıq. B variantı 2n ədədi cütdür. Cütün üstünə 1 gələndə tək cavab alınır. 2n D variantında da 2n ədədi cütdür. Cütün üstünə 3 gələndə yenə tək ədəd alınır. Y variantı isə 2n topla 4, 2n cütdür, 4 də cütdür. Bu variant cüt olacaq, dəqiq cüt. N-in hansı qiymətlərində tək ədəddir? Tək ədəd 2 variantda görsənir. B variantında və D variantda görsənir. Bu sualda 2 doğru cavab var. Yəqin ki, bu sual ulduzlu gələcək. Keçək o bir suala. Bir düz xətt üzərində 7 nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayını tapmaq üçün 2n üsulundan istifadə edirlər. Cavab 14-dür. 59-cu sualda AB topla BA ifadəsinin qiyməti hansı ola bilər? AB-ni açanda 11A toplansın 11, AB-ni açanda 10A toplansın, bunu dəqiq yazaq. 10A toplansın B, toplansın 10B toplansın A. Bərabərdir 11A toplansın 11B və nəticə cavab 11-ə bölünən bir cavab olmalıdır. Variantlardan 11-ə bölünən ancaq 66-nı görürük. 66. 60-cı sualda daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. 125 üstəgəl x 125 üstə gəlsin x bərabər 180 dərəcə olarsa x bərabər 55 dərəcə olacaq. Y variantı. Rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd tapın. Rəqəmləri müxtəlif olan ən kiçik 4 rəqəmli ədəd 1000-dir. Ümumiyyətlə ən kiçik 4 rəqəmli ədəd 1000. Rəqəmləri müxtəlif olsun istəyiriksə, bu 2 sıfırı silirik. Ən kiçiyi axtarmaq üçün mümkün qədər də kiçik ədədlər yazmalıyıq. 0-1 olaraq başlaya bilmədiyim üçün 1-0 olaraq başladım. Sonra 2, sonra 3 dedim. 1023 cavab D variantı. Uyğun tərəflər perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər olur, ya cəmi 180. Bir digərini 3 dəfə bölüşsə demək bir-birinə bərabər deyil. Onda biri x, biri 3x şəklində bunların cəmi 180 dərəcə olacaq. X bərabər 45 dərəcə. Kiçik bucaq 45 dərəcə, böyük bucaq 3x bərabərdir 135 dərəcə və bunların bizdən fərqini tapmağımızı istəyir. Fərqini müsbət qiymət. 135-dən 45-ə çıxırıq. Cavab 90 dərəcə Y variantı olacaq. 8-ə qalıqsız bölünən natural ədədləri 32-yə bölsək, alına bilən müxtəlif qalıqların cəmini tapaq. 32-yə bölünən ədədin qalıqları 32-dən kiçik olmalıdır və eyni zamanda ədəd 8-ə qalıqsız bölündüyü üçün 8-ə bölünən olmalıdır. 32-dən kiçik 8-ə bölünən ədədlərə baxaq. 8, qalıq 0 da ola bilər bu arada. 0, 8, 16 və 24 ola bilər. Səhv eləmirəmsə, bəli, 24 və 48. Bundan cəmi 48 cavab A variantı. Uzunluğu 60 olan AB parçası daxilində uzunluğu 60 olan bir AB parçası var. Daxilində bir yerdə bir C nöqtəsi qeyd olunub və AC ilə BC-nin ortaları arasındakı məsafəni tapmaq lazımdır. X olaraq yarı bölünsün. Bu da Y olaraq yarı bölünsün. Ümumi şərtdən 2x və 2y-in cəminin 60 olduğunu görürəmsə, x topla y bərabər 30 olmalıdır ki, orta nöqtələr arasındakı məsafə soruşdurdu bizdən. O da 30-a bərabərdir. Cavab D variantı. Əkob 12, 9. 12-ni sadə vurğulara ayırsaq, 3, 2, 2. 9 sadə vurğulara ayırsaq, 3, 3. Ortaq yalnız 3-ü görürük. Əbob tapmırıq. Ortaq burada yalnız 3-lər var. Əkobu tapmaq üçünsə ədədlərdən birini seçirəm, 12. Digərində isə olmayan vuruq, yəni 3 yoxdur. 12-ni 3-ə vururam, cavab edir 36. Demək bu əkob 12-nin 9-un əkobu 36-dır. 14 ilə 7 bir-birinə bölünən ədədlərdir. Bir-birinə bölünən ədədlərdə kiçik ədəd əbob, böyük ədəd əkob olurdu. 14 ilə 7-nin əbobu 7 olacaq. 36 ilə 7-ni toplayırıq, 43 eləyir. Cavab B. Sonra 66-cı sualda uyğun tərəfləri paralel olan bucaqların cəmi. Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabər olurdu, ya cəmi 180 olurdu. Baxıram cəmi 140. Bir-birinə bərabər cəmi 140, yəni 180 desə demək bir-birinə bərabərdir. Bir-birinə bərabərdirlərsə 140-ı yarı böləcəm, 70 və 70 olacaq. Alıcının 30 manat pulu var. O bir dənəsinin qiyməti 2 manat olan qələm alır. Tutaq ki, x dənə qələm alacaq. Hərəsinə də 2 manat vermiş olacaq. Olacaq 2x. Xərclədiyi pul 2x. Demək qalan puldan söhbət gedirsə, demək bu 2x-i 30-dan çıxır.
30 çıxılsın 2x və qalan pul 7 manatdan az olmaz deyir. Yəni 7 manatdan ya çox olsun, ya da 7 manata bərabər olsun. 7 manatdan az olmasın. 2x-i sağa apar, 7-ni sola gətir. 30-dan 7-ni çıx 23 eləsin. Böyük bərabər 2x. Sonra da 23-ü 2-yə böl. 11 manat 50 qəpikdən böyük bərabər x. Yəni 11,5 böyük bərabər x. Yəni x 11 manat 50 qəpikdən kiçik olmalıdır. Ən çox nə ola bilər? Ən çox 11. 11,5-dən kiçik, ən çox 11 ola bilər. Demək, x ən çox 11 olacaq. Ən çox neçədən almalıdır? 11 dənə. Cavab A variantı. Şəkildə AB-nin uzunluğu 5, AC-nin uzunluğu 12-dir. Onda BC-nin uzunluğu 7-dir. BC parçasının uzunluğu 7. Cavab B. Ədədlərdən hansı 3-ə qalaqsız bölünür? Rəqəmlər cəminə baxırıq. A variantda rəqəmlər cəmi 4, 8, 2, 14, 5 gəl 19, 22 eləyir. B variantda rəqəmlər cəmi 4, 4, 3, 3 belə toplayaq. 8, 6, 14, 2 gəl 16 eləyir. C variantında rəqəmlər cəmi 5, 5, 10 eləyir. Özünüz də hesablaya bilərsiniz. D variantında rəqəmlər cəmi 7, 10, 14 eləyir. E variantında rəqəmlər cəmi yəqin ki, doğru cavab bu olacaq. E variantında rəqəmlər cəmi 8, 10, 18 eləyir. Rəqəmlər cəmi 3-ə bölünən ancaq E variantıdır. A və B qarşılıqlı sadə ədədlər olarsa, əkob onların hasili olmalıdır. Əbob isə 1 olmalıdır. Əbob soruşsaydı da 1 yazacaqdıq. Qonşu bucaqların biri 25 dərəcədirsə, digər qonşu bucağı tapmaq üçün 180-dən 25-i çıxıram. Çünki niyə? Qonşu bucaqların cəmi 180 dərəcədir. Cavab 155 dərəcə edir. D variantı. Rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlərin neçəsi mürəkkəbdir? Rəqəmləri cəmi 13 olan 2 rəqəmli ədədlərə baxırıq. Bu ədədlər 4 və 9 ola bilər. 4-dən daha balaca olsa 9-dan daha böyük olacaq deyə ikinci rəqəm təklik. O da 9-dan böyük olmaz rəqəm olmalıdır. Ona görə bu mümkün hallar 4, 9, 5, 8, 6, 7, 7, 6, 8, 5 və 9, 4. Yəni bu ədədlər 49, 58, 67, 76, 85, 94 ola bilər. Baxaq, 49 mürəkkəb ədəddir, 58 2-yə bölünür mürəkkəb ədəddir, 67 sadə ədəddir, 76 2-yə bölünür mürəkkəb ədəddir, 85 5-ə bölünür mürəkkəb ədəddir, 94 2-yə bölünür mürəkkəb ədəddir. Bu ədədlərdən 5 dənəsi mürəkkəbdir. Cavab 5. Çantada olan dəftərləri 5, 5, 6, 6 qruplaşdıracaq, 3 dəftər artıq qalır. Yəni bu dəftərlərin sayı 5 ilə 6-nın əkobu, 5 ilə 6-nın əkobu nədir? 30-dur. Və 3 dəftər artıq qalır. 30 topla 3. Ən az burada 30 topla 3 ola bilər. İndi bu dəftəri 7-7 qruplaşdırsa artıq dəftər qalmır. Yəni bu 30 plus 3-dən aldığımız cavab gərək 7-yə tam bölünsün. 30 plus 3 7-yə tam bölünmür. Əgər bölünmürsə bunun misillərinə baxaq. Məsələn 2 qatı. 60 topla 3-ü yoxlayaq. 60 topla 3 7-yə bölünürmü? Bölünür. O zaman çantada ən az neçə dəftər var? Cavab 63 olacaq. 63 də bölünməsəydi 90 üstə gəl 3-ə baxacaqdım. Bölünməsəydi 120 üstə gəl 3-ə baxacaqdım. Bu şəkildə davam edəcəkdir. Cavab 63 tamam. 74-cü sualda xarici bir tərəfli bucaqlardan biri digərindən 5 dəfə böyükdür deyir. Xarici bir tərəfli bucaqlar, yəni bir tərəfli bucağın cəmi 180 dərəcə olmalıdır. X topla 5x bərabər 180 dərəcə olarsa, x bərabərdir 30 dərəcə. Kiçik bucağın dərəcə ölçüsü 30 böyük desəydi 150 deyəcəkdim. Natural bölünənlərin sayını tapmaq üçün qüvvətləri bir vahid artırmaq lazımdır. Bu boşluq 1 deməkdir. 2-ni bir vahid artır 3, 1-i bir vahid artır 2, 4-ü bir vahid artır 5, 3 vur 2 vur 5 bərabərdir 30. 3 rəqəmli ədədin son rəqəmini sildikdə alınan 2 rəqəmlər 9-a tam bölünür. Silinən son rəqəm ən çox neçə ola bilər? 3 rəqəmli ədəd hər hansı bir 3 rəqəmli ədəddir. Bunun son rəqəmi silmişəm. AB cəmi 9-a bölünür. Amma silinən son rəqəm ən çox neçə ola bilər dediksə, ilk 3 rəqəmli ədəd üçün bir şərt olmadığı üçün o C hər bir rəqəmi ala bilər. Yəni C ən çox 9-a bərabər ola bilər. Ən böyük tanıdığımız rəqəm çünki 9-dur. Açıq bucağın qiyməti, açıq bucaq 180 dərəcədir və 180 dərəcəni 3-ə bölsək, alınan bucağın dərəcə ölçüsü 60 dərəcə olacaq. 360 ədədini sadə vurğulara ayıraq. 360 ədədini sadə vurğulara ayıranda 2, 2, 2, 3, 3, 5 olmalıdır. Sadə vurğuların sayını sayırıq. Neçə dənə eləyir? 6 dənə. Ya da bunu biz 2 üstü 3 vurulsun, 3 üstü 2 vurulsun, 5 üstü 1 kimi yazsaq, qüvvətləri də toplayıb 6 ala bilərik.
4, 6A üç rəqəmli ədədi 15-ə bölünərsə, 15-ə bölünən ədəd həm 3-ə, həm də 5-ə tam bölünməlidir. 5-ə bölünmə əlamətinə görə son rəqəm ya 0, ya da son rəqəm 5 ola bilər. İkisini dəyərləndirək. A bərabər 0 olsa, 4 üstəgəl 6 üstəgəl 0 bərabər 10 edir və bu 3-ə bölünmür. Demək, A bərabər 0 ola bilməz. A bərabər 5 olsa, rəqəmlər cəmi 4 üstəgəl 6 üstəgəl 5 bərabər 15 3-ə bölünür. 15 3-ə bölündüyü üçün A bərabər 5 olacaq. Cavab 5. Qonşu bucaqların tən bölənləri arasındakı bucaq. Bir dənə qonşu bucaq çəkirik. Yəni bir açıq bucağın içində 2 dənə qonşu bucaq çəkirik və bunların tən bölənlərini çəkirəm. Bunların tən bölənlərini yaşıl rənglə çəkəcəm. Bu bir tən bölən alfa alfa, digəri də bir tən bölən beta beta. Biz şəklə görə bilirik ki, 2 dənə alfa ilə 2 dənə betanı toplasaq bərabər 180 dərəcə alınmalıdır. Yarı bölək alfa toplansın beta bərabər 90 dərəcə olacaq. Ki, bax, qonşu bucağın tən bölənləri arasındakı bucaq bu bucaqdır. Alfa topla betadır, o da 90 dərəcə. Cavab 90 dərəcə fikrimizdə əsaslandırdıq. 81-ci sual, sonuncu sualdır mı? Bəli, sonuncu sualdır. 2 rəqəmli ədədin təkliklərinin sayı olduqları sayından 4 dəfə çoxdur. Bu ən çox neçə ola bilər? Demək, ədədimiz, yəni AB ədədinin təkliklərinin sayı çoxluğunun sayından 4 dəfə çoxdur. Təklikləri B-dir. Təklik onluqdan 4 dəfə çoxdur. Təklik B-dir, onluq da A-dır. Təklik B bərabərdir 4A-ya. Deməli, əgər A bərabər 1 olsa, B bərabər 4 olur. A bərabər 2 olsa, B 8 olur. A bərabər 3 olsa, B 12 olacaq ki, bunu qəbul edə bilmərik. 12 rəqəm deyil. Ona görə bu ədəd ya A1, B4, yəni 14 ola bilər, ya da A2, B8, 28 ola bilər. Bu ədəd ən çox neçə ola bilər soruşursa, cavab 28 eləyir. Bununla da 8-ci sinifi izah edib bitirmiş olduq. Ümid edirəm faydalı olar. Sağ olun.